Bu şorbanı bircə dəfə hazırlasaz, əminəm ki, ən sevimli şorbanıza çevriləcək. Bu gün göbələk şorbası hazırladım. Dedim bölüşüm ki, sizin də ağzınızın dadı dəyişsin. Bu şorba iftarda klassik şorbalardan bezib. Fərqli dad axtaranlar üçün ən ideal seçimdir. Həm də hazırlanması çox tez başa gəlir. Onu da deyim ki, dadı da möhtəşəm idi. Bir göbələk sevər kimi bu yaşa qədər bu şorbanı yemədiyimə çox peşmanım. Xırda doğranmış soğanı qovurub, üzərinə duz, istiot, sarımsaqla göbələyi də əlavə edib bişiririk. Bişdikdən sonra un əlavə edib, qoxusu tam çəkilənə qədər yaxşıca qovururuq. Daha sonra qaymaq, isti olmaq şərti ilə süd və su əlavə edib, yaxşıca qarışdırdıqdan sonra qapağı örtülü vəziyyətdə 10-15 dəqiqə bişiririk. Sonda mən quru nanə əlavə etdim. Siz təzə göyərti də əlavə edə bilərsiniz. Bu qədər asan. Mütləq hazırlayın, peşman olmazsınız.